Bilirsiniz, insan dünyanı anlamaya çalışır. Dərk eləməyə çalışır. Amma onun açarını tapa bilmir. O açar nədir? Dünyanı dərk eləmək üçün, anlamaq üçün, insan kimdir, nədir, anlamaq üçün çalışır bunu, amma açarı tapa bilmir. Bir açar var. O da sevgidir. Sevgidir, bəli. Uzun əsrlər boyu söyləyirlər ki, dünyanı gözəllik xilas eləyəcək. Amma 1000 illər, 10.000 illər keçdi. Gözəllik daha çox savaşlar, qırğınlar, fəlakətlər gətirdi. Gözəl torpaqlar uğrunda savaşlar, nə bilim, gözəl xanımlardan ötürü müharibələr, gözəlliyin sahibi olmaqdan ötəri qarşı-qarşıya duran ordular xilas eləyə bilmədi. Dünyanı və insanlığı, bəşəriyyəti, dünyanın bütün gözəlliklərini xilas edəcək və qoruyacaq bir nəsnə var. O da sevgidir.